Rəhmətli Abbas Səhhətdən misal çəkmək istəyirəm. Abbas Səhhət də elə bir dövrdə yaşayıb ki, Seyid Əzmin də dövrün görüb, Sabirin də yəni o dövrdə olub da. O da Şirvandandır, Şamaxıdandır. Abbas Səhhət özü doktor olub. Yaxşı tərcümələri var. Çox gözəl tərcümə eləyir. Hətta mən deyərdim ki, tərcümələrin bilirsiniz də əksəriyyəti 90% orijinaldan zəif olur. Bəli, çox zəif olur. Bunun çox tərcüməsi orijinaldan güclüdür. Maksim Qol kimi bir dənə Dustaqda əsəri var, şeiri var. Abbas Səhhət onu elə tərcümə edib ki, mənə gəlir ki, Maksim Qol bugünə qədər yaşasaydı o cür şeiri özü yaza bilməzdi. Məsələn, tərcüməni ki, o cür ki, Abbas Səhhət eləyib. Gün ki, səhərlər çıxır, axşam batır, əksilməz zülməti zindanımın, sanma ki, bir ləhsə keşikçim yatıb, fikri qalıb məndə nigahbanımın. Hər necə istərsən elə çək keşik, arxayın ol, mən buradan qaçmaram, istəyirəm gərçi mən azadəlik, zənciri amma bacarıb açmaram və s. belə. Çox gözəl qələmi olub Abbas Səhhətin. Amma Abbas Səhhətin mən qələmindən əlavə istəyirəm onun əqidəsindən danışımızsa. Abbas Səhhətin bir dənə bir şeiri var ki, əməlli başlı əqidəsini qoyur ortalığa. Bu bir. İkincidə, necə deyim, onun tərcüməsi qalsın bir qırağa, o şeir necə yazarlar qalsın, elə bir metodla bildirir ki, bir də axı bizdə dəyərlər, bir milli dəyərlərimiz var, bir mənəvi dəyərlərimiz var da. Bu adamda ikisi də elə gözəl paralel aparılır ki, adətən biz dəyərləri qarışdırırıq. Gah o dəyəri bu dəyərə qurban veririk, gah bu dəyəri o dəyərə qurban veririk. Abbas Səhhət bunu elə incəliklə işləyib ki, mən istəyərdim onu belə oxuyum. Deməli, şeiri oxumamışdan öncə bir millətin, bir xalqın bir qaymaq hissəsi var, üz hissəsi ki, xalq o adamlarla tanınar. Milləti, xalqı o adamlar tanıtdırar. Buna Abbas Səhhət deyir. Amma gör nə formada deyir. Birinci başlayır pullu, imkanlı var adamlardan danışmağa. Biznesmenlərdən danışır da. Deyir ki, tutalım çox ağıllı tacirsən. İş aparmaqda xeyli mahirsən. İqtidarın, malın, pulun çoxdur. Xalqa ondan bəli kömək yoxdur. Fikir versən, xalqa ondan bəli kömək yoxdur. Sandığında var isə milyonlar. Nəf görmür, nəf mənfəətdəyən, nəf görmür əgər müsəlmanlar, tüf sənin mülkü malı dövləti və həm sənə, həm də şan-ı şövkəti və. Diqqət elə, milləti də dedi. Müsəlmanları, İslamı da dedi ki, əgər varın pulun varsa, xalqın dinin yolunda xərclənmirsə, özdə elə belə yox, tüf sənin mülkü malı dövləti və. Abbas Səhhətdən başqa heç kəs o cür deyə bilməzdi məncə. Pəhlivanlıqda gər müsəlləmsən, keçdi ikinci. Bu qəhrəmanlıq filan, qolu güclülər filan, şöhrət adamları fərqi yoxdur da, özünə görə nüfuzlu adamlar. Pəhlivanlıqda gər müsəlləmsən, fərz deyil, zal, ya ki rüstəmsən. Etmisən şanlı-şanlı fəth-ü zəfər, tapmısan aləm içrə şöhrətlər. Xəncərin qorxudursa dünyanı, millətin olmasa nigəhbani, tüf sənə həm sənin rəşadəti və, həm də şəmşir və şücaəti və. Gər adın bir ədibi danadır, keçdi qələm əhlinə. Gər adın bir ədibi danadır, qələmin möcüz-i məsihadır. Nəzm-ü təlifidə hünər versən. Ya ki bir şairi suxanbərsən. Sənə mafövqüdən gəlir ilham.
nəf-i görmürsə firqeyi İslam, tüf sənə həm sənin kitabətü və, həm də təqriri və fəsahətü və. Yox isə tay sənə məharətdə, sənətkarları deyir. Yox isə tay sənə məharətdə, muxtərə esən, yəni ixtira eləyənsə, muxtərə esən fünuni sənətdə, işləməkdən qolun yorulmaz isə, vəli İslam'a nəf-i olmaz isə, yəni ki, mənfəət olmazsa, kəndi nəfsün üçün işləyirsən əgər, verməyirsən ümumə faydələr, tuf sənə həm sənin məharəti və ixtira etdiyin sənaət və. Beşinci hissə, beşinci o partiya ki, hansı ki, xalqın o qaymaqlarıdır, bunlarla tanınır. Onlardan biri elm adamıdır. Sən ki, Darülfünun qurtarmışsan, elmidə intihaya varmışsan, ismi rəsmün cahanı tutmuşdu, amma İslamını unutmuşdu. Sənə möhtacıdır müsəlmanın, razı olmur vəli cibişdanın, tüf sənin elmi fənni hikməti və, həm sənə, həm də ol fəzilət və. Fikir verirsən, yəni bir şeirdə, bir xalqın o, necə deyim, 5 əsas o qaymaqlarını bir-bir sayır. Hər birində millətçilikdən danışır, öz xalqıva kömək elə, öz dinivə kömək elə. Əgər eləməyəcəksənsə, səndə olanlar sənin heç nə.